Ne bu? 93-cü ildə İslam konferansında 15 dəqiqə cəmaata söz veriblər. Cəmaat deyəndə ki, hər ölkənin təmsilçisinə 15 dəqiqə, bu da Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən göndərilib, Qafqaz müsəlmanların təmsil eləyir. 15 dəqiqənin içərisində söhbət bitməlidir. Bitirməsin, avtomatik mikrofon sönür. Hacı Salman gəlir, danışır. Biz də qulaq asırıq da, bunun çəkilişinə qulaq asırıq. Sonradan bizə göstərirlər. Baxıb görürük ki, 16-ya keçdi, bu sönmədi. Sönməli də hamı üçün sönür. 17-yə keçdi, İslam vəhdəti barədə danışır. Nətərdir səhətçün, məzamda 45 dəqiqə danışır. 45 dəqiqədən sonra Hacı Salman söhbətini bitirir. Aşağı düşəndə kişinin vücü də var idi da. Hündür adam, uzun saqqal. Türkiyənin Dəyanət Bakanı Seyid bunu hardan tanıyır? Birinci dəfədir görür. Dəyanət Bakanı yerindən, dili nazır